Mən Elnara İlgidova, uşaq həkimiyəm. Marniolin Hospitalın ambulatoriyasında işləyirəm. Bir sualı başlamaq istəyirəm. Uşaqların peyvəndlə əlaqə olan. Peyvəndlər uşaqlara çox vacibdir. Çox təhlükəli xəstəliklərin qarşısını alır. Особенно belə qızılcadır, məxmərəkdir, göy sürəkdir. Bu xəstəliklərin qarşısını almaq üçündür. Bəzən bəzi valideynlər hardanca ya mətbuatdan, ya qəzetlərdən hardanca bir oxuyurlar ki, uşağa ziyandır. Ziyanı heç bir şeyi yoxdur, xeyrindən savıya. Ona görə ki, çox ciddi xəstəliklərin qarşısını alır bu peyvəndlər. Peyvəndlər bəzən reaksiya verə bilərlər. O yeri reaksiya ola bilər. Bir də temperaturası uşağın qalxa bilər, istisi. Ona görə həkimlər dediyi məsləhətləri eləsələr, qorxulu bir şey olası deyil. Əsas ki, o ziyan verən xəstəlikləri qarşısını alır. Peyvənd çox vacibdir, çox lazımlı bir işdir. Bütün tibbi məlumatlara görə yoxlanılmış peyvəndlərdir. Bütün dünyada bu peyvəndlər olunur. Ona görə ki, uşaqlar bəzən məktəbə mi gedir, bağa-bağçaya mı gedir. Orada bir-birindən kontaktda olduqlarına görə keçici xəstəliklərdən tez yoluxa bilərlər. Ona görə peyvəndlər çox vacibdir, çox lazımdır. Bəzən suallarınız qalxsa, öz həkiminizə müraciət edə bilərsiniz.